Salam, OKT-nin 9 sinif sınavına düşmüş bir sualı sizin diqqətinizə çatdırmaq istəyirəm. Baxın, burada bizə deyir ki, A və B, C, D 2 rəqəmli ədədlərdir, düzdürmü? Sonra deyir, bunların üzərinə 9 gəlin. 9 gəldikdə 80 çıx 9D ifadəsi alınır və bizdən 4-ünün cəmini istəyir. Nə etmək olar? Bunları əlbəttə ki, açmaq olar. Bunları açanda bunlar 2 rəqəmli ədədlər olduğu üçün A burada onluqdadır, B təklikdədir. Bunu belə açırıq. 10A üstəgəl B kimi, digərini 10C üstəgəl D kimi açacaq, düzdürmü? Bunun üstünə də 9B gələndə alınır nə? 80 çıxılsın 9B. İndi nə edirik? Ədədlər bir tərəfə, dəyişənlər bir tərəfə məntiqindən. Buradakı 9D indi mənfidir. Misalın bu tərəfinə keçirdirik, olur müsbət. Keçirdirik, sonra bunların hamısını bir-bir toplayırıq. 10A olduğu kimi qalır. B ilə B-ni toplamışıq. Olub 10B, 10C və D ilə də 9D bu tərəfə keçəndə müsbət olur. Bunları toplayanda olur 10D. İndi baxın, hər birindən 10 dənə var, düzdürmü? Onda nə edə bilərik? Bu 10-u qarşıya çıxarda bilərik. 10-u qarşıya çıxardıram, yazıram 10 vurulsun. B üstəgəl C üstəgəl D bərabərdir 80-ə. İndi nə edək? Hər tərəfi 10-a bölək. 10-a böldükdə bu 4-ünün cəmi alınır. 4-ünün cəmi bərabər olacaq 8-ə.